Əgər siz də dadlı və tez hazırlana biləcək bir salat istəyirsinizsə, mütləq bu salatı hazırlayın. Çox dadlıdır. Bizə lazım olacaq 4 ədəd orta boy kartof, 4 ədəd kök, 3 ədəd yumurta, 600 qram toyuq filesi və 3 ədəd də turşu xiyar. Öncədən bunları qaynadıb və rəndədən keçirtdim. Və bizə lazım olacaq marketlərdə hazır satılan uzun dönər lavaşı. Lavaşı 2 ədəd üst-üstə qoyuruq və üzərinə mayonez çəkirik və rəndədən keçirdiyimiz kartofu əlavə edib üzərinə zövqə görə duz istiot əlavə edirik. Və üzərinə yenidən biraz mayonez çəkib və lavaş əlavə edirik. Eyni qayda ilə bu lavaşı da mayonezləyirik və kök əlavə edib zövqə görə yenidən duz istiot əlavə edirik. Gördüyünüz kimi eyni ardıcıllıqla davam edirik. Əgər siz turşu xiyar istəmirsinizsə, onun əvəzinə göyərtidən də istifadə edə bilərsiniz. Və sonda salatımızı bükürük. Burada bükəndə biraz ehtiyat edin ki, dağılmasın. Büküb və soyuducuda yarım saat dinləndiririk. Yarım saat dinləndikdən sonra çıxardıb servis edirik. Çox dadlı və möhtəşəm oldu. Mütləq hazırlayın. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.